Salam dəyərli izləyicilərim, dəyərli dostlarım, hər birinizi xoş gəldik. Bu günləri mən sizə qeyri-adi bir proyektli mənzillə gəlmişəm. İdeal təmir, şəxsi təmir, təmirdə həqiqətən bahalı materiallardan istifadə olunur. Mənzilimiz Xırdalanda, Köhnə Bazar 2 və 9 saylı orta məktəbin yaxınlığında, Leningrad proyektli 9 mərtəbəli binanın 7-ci mərtəbəsində belə bir gözəl şəxsi təmirli mənzil təqdimatına gəlmişəm. Bura mənzilimizin qonaq otağıdır. Təsəvvür edin, təkcə qonaq otağı 35 kvadrat metrdən ibarətdir. Mənzilimiz 5 otaqlı olubdur. Qardaş ev sahibi təmirini dəyişiklik edibdir. Çox gözəl bir proyektlə. Bura qonaq otağımızdır gördüyünüz kimi. Mənzilin qiyməti yarı əşyalıdır. Mənzilin qiyməti ilə bağlı profildə nömrə qeyd olunub, əlaqə saxlayarsınız, məlumat verərəm. Bura qonaq otağımızdır. Çox gözəl, maraqlı, zövqlü təmir olunubdur. Suyu, qazı, işığı daimidir. Kubçası əldədir. 125-130 kvadrat metrdən ibarət olan bir mənzildir. Keçək indi sizə girişlərdən dəqiq edeyim. Bura girişlərimizdir. Qranit olan əraziləri isti döşəmədir. Seyf qapıdır. Girişdən keçirik. Mənzilin otaqlarını sizə təqdim edim. Başlayaq otaqdan. Bura yataq otağıdır. Böyük yataq otağıdır. Qeyd edim ki, otaqlardan eyvana çıxışı var. Köhnə Bazar, Təzə Bazara da yaxındır. 28-ci məhəllə adlanan yerdədir, Xırdalanda. Prospektə yaxındır. Şəhərə rahatlıqla gedən bütün marşrutlar binanın yaxınlığından keçir. Məktəbə, bağçaya tam yaxın ərazidir. Buradan isə keçirik mənzilin bir kiçik yataq otağına. Həqiqətən çox zövqlü təmin olunubdur və təmirində çox dəyişikliklər olunubdur. Qiyməti məlumat veriləcəkdir. Profildə nömrə qeyd olunub, əlaqə saxlayacaq deyiləcək sizə. Buradan isə keçək digər otağı da sizə təqdim edim. Baxın, bura giriş hissəsidir. Girişdə də yerləşir solda sanitar qovşağı ilə hamam otağı. Görürsünüz, həqiqətən şəxsi təmirdir. Özünə uyğun, qardaş çox zövqlü insandır. Dizaynı, dəyişikliyi çox əla edibdir. Bura isə mətbəx hissəmizdir. Difara yığılmış bahalı mətbəx mebelidir. Qranit olan hissələr dediyim kimi isti döşəmədir. Buradan da mətbəxdən də eyvan hissəyə çıxışı var. Görürsünüz, maşallah. Geniş eyvan hissəsi var. İstilik sistemi kombidir. Mənzilimiz ipotekaya yararlıdır. İpotekası təsdiqlənmiş müştərilərimiz əlaqə saxlaya bilərlər. Eyvan hissədə, yəni belə qeyd edeyim ki, isti döşəmədir. İndi isə keçək mənzilin sonuncu yataq otağını sizə təqdim edim. Həqiqətən çox gözəl mənzildir. Bir təqdimata başlayırıq mənzilin sonuncu yataq otağından. Qeyd edim ki, uşaq otağındakı yataq otaqları ilə bir tək elektronika götürüləcək. Qalan əşyalar qiymətindən danışmaq olar. Burada uşaq otağının biridir. Həqiqətən çox zövqlü təmin olunubdur. Ev sahibi çox zövqlü insandır. Qeyd edim ki, suyu, qazı, işığı daimidir. İdeal yerdədir. Burada isə mənzilimizin eyvan hissəsidir. Baxın, geniş bir eyvan hissəsi də buradadır. Mənzillə bağlı sualınız olarsa, profildə nömrə qeyd olunub, əlaqə saxlayın. Bu gözəl mənzilə, bu zövqlü mənzilə siz sahib olun. Bu günə bu qədər diqqətiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.